Bismillah. Hamıya salam. Sıfırdan A2 kursuna xoş gəldiniz. İkinci dərsə başlayaq. Biz birinci dərsdə öyrəndik ki, ismin alman dilində 3 cinsi var. Kişi cinsinə aiddir kişi. Biz kişi sözünü öyrəndik. Müəyyən artikulla kişi necə olur? Der Mann. Der Mann. Sonra biz qadın cinsini öyrəndik. Qadın cinsinə aiddir qadın. Almanca qadın olur bizdə die Frau, die Frau. Və biz orta cinsi öyrəndik. Misal üçün, körpə bilinmir nə kişidir, nə qız. Və beləliklə biz körpəni alman dilində orta cinsə aid edirik. Körpə bizdə olur das Baby. Əla. Sonra biz feilləri keçdik. Essen, yemək yemək, həm də essen yeyirlər mənasını verir. Trinken, içmək, içirlər. Kochen, yemək bişirmək, bişirirlər. Rennen, qaçmaq, burada sürətli qaçmaq nəzərdə tutulur. Laufen, qaçmaq, daha asta qaçmaq nəzərdə tutulur. Həm də yerimək mənasında istifadə olunur. Lesen, oxumaq. Schreiben, yazmaq. Həm də bunlar, həm də cəm formanında bildirir. Üçüncü şəxsin cəmini. Yəni yazırlar, oxuyurlar, qaçırlar və s. Biz öyrəndik keçən dərs. Deməli, bu forma həm məsdər olur, həm də üçüncü şəxsin cəmi. Yaxşı. Sonra biz nə öyrəndik birinci dərs? Birinci dərs biz onlar şəxs əvəzliyini öyrəndik. Deyək ki, biz kişilər haqqında danışmaq istəyirik. Yəni onlar demək istəyiriksə, almanca sie istifadə edəcəyik. Və yaxud qadınlar haqqında danışmaq istəyirik. Yəni qadınlar sözünü əvəz etmək istəyirik. Üçüncü şəxsin cəmi şəxs əvəzliyini istifadə edirik. Onlar sie. Həm də bu qarışıq da ola bilər. Həm kişi, həm qadın. Ya da misal üçün orta cins isimlər haqqında danışırıq, körpələr. Yəni bunların hamısını əvəz etmək üçün biz üçüncü şəxsin cəmi olan zi sözündən istifadə elədik. Yaxşı, bəs üçüncü şəxsin təki necə olacaq? Deməli, Azərbaycan dilində üçüncü şəxsin təki şəxs əvəzliyi belədir. O. Biz ayırmırıq. Bu kişidir yoxsa qadın. Azərbaycan dilində ayrılmır. Amma almanlar ayırırlar. Əgər deyək ki, biz kişi haqqında danışırıqsa, onda başqa söz olacaq. Şəxs əvəzliyi bizdə olacaq er. Er. Rahat yadda qalır. Misal üçün artikla baxsaq, kişi cinsində müəyyən artikl bizdə der-dır. Şəxs əvəzliyi də o, almanca olacaq er. Yəni belə rahat yadda saxlaya bilərsiniz. O. Kişi cinsi isimləri əvəz eləmək üçün istifadə olunur. Er, o. Keçid alaq orta cinsə. Orta cinsdə olacaq bizdə S. Orta cins isimləri əvəz etmək üçün biz S sözündən istifadə edəcəyik. Deməli, almanca o, orta cinsdə olacaq S. Qadın cinsi isimlərini əvəz etmək üçün üçüncü şəxsə biz istifadə edəcəyik zi sözündən. Zi. Baxın, sonluqlar da kömək yada saxlamağa. Bizdə müəyyən artikl di-dir. Şəxs əvəzi də bizdə olacaq zi. Bilirəm, cəm formaya oxşayır. Cəm formada onlar keçmişdi, zi-dir. Xatırlayırsınızsa, mən keçən dərs demişdim. İsim cəmdə olanda istənilən artiklın cəm forması da bizdə elə zaten di olur. Yəni, o baxımdan eyni yazılır. İndi biz görəcəyik cümlələrdə necə fərqləndirə bilərik. Ora keçməmişdən əvvəl gəlin biz üçüncü şəxsin təkini öyrənək. Deməli, alman dilində üçüncü şəxsin təki necə olacaq? Bu sözü yadda saxlayın. Tək, t. Deməli, şəkilçimiz almanca olacaq t. Necə? Baxın, çox asan. Baxırıq bura trinken sözünə. Trinken biz öyrənmişdik, içmək deməkdir. Həm də üçüncü şəxsin cəmini göstərdi. İçirlər. Burada qırmızı rənglə göstərdiyim hissə sözün köküdür. Şəkilçi nədir bəs? Burada e-ni yazılıb, oxuyur ın kimi, trinken. Üçüncü şəxsin təkində də tək sözünü yada saxlayırıq, t yazacaqsınız. Deməli,
bizdə içir olacaq. Trinkt, trinkt. Bəs bişirir necə olar? Siz deyin. Bişirir. Üçüncü şəxsin təki. T. Bişirir olacaq bizdə. Necə? Kocht. Əla. Qaçır. Rent. Əla. Yazır. Deməli, yazmaq schreiben, yazırlar schreiben. Bəs üçüncü şəxsin təkində yazır necədir? Üçüncü şəxsin təki T. Schreibt. Əla. İndi bizdə qaldı yemək feili, asta qaçmaq, yerimək, bir də oxumaq feili. Bunlarda necə olur? Baxın, bunlar bizdə güclü feillərə aiddir. Biraz orada dəyişiklik baş verir. Yenə də deyirəm, üçüncü şəxsin təki olduğuna görə sonuncu şəkilçimiz bizdə T-dir. Dəyişmə nerede baş verir? Deməli, sözün kökündə bizdə sait dəyişməsi baş verir. Yeyir bizdə Almanca olacaq ist. Bir daha deyirəm, Alman dilində yeyir bizdə olacaq ist. Ora baxırıq, görürük ki, E bizdə i-yə dəyişib. Bunu sadəcə əzbərləmək lazımdır. Elə də çox deyil Alman dilində güclü feillər. Ona görə biz elə öyrənəndə feili üçüncü şəxsin təkini də öyrənirik. O zaman biz görəcəyik ki, burada dəyişmə baş verir. Ümumiyyətlə güclü feillərdə ikinci şəxsin təkində, bir də üçüncü şəxsin təkində dəyişmələr baş verir. İndi öyrəndik ki, bizdə yeyir Almanca olacaq ist. Oxuyur bizdə lesendir. Lesen. Daha doğrusu oxumaq bizdə listendir. Oxuyur bizdə necə olacaq? List. List. Əla. Burada baxın, E dəyişdi i-eyə, uzun i saitidir, list. Bu da güclü feillərə aid olduğu üçün sadəcə biz bunu əzbərləməliyik. Laufen da Almanca olacaq, läuft. Burada görürsünüz, A-nın üzərində 2 nöqtə yazırıq. Yəni, belə dəyişmə baş verir. A umlautuna dəyişir. Və Alman dilində bu iki birləşmə A umlautu U, yəni EU həmişə bizə oy səsini verir. Oy. Deməli, laufen üçüncü şəxsin cəmi, misal üçün qaçırlar, yəni asla qaçırlar ya da yeriyirlər. Läuft qaçır, yeriyir mənasını verir. Baxın, çətin bir şey yoxdur. Çox asandır. Üçüncü şəxsin təkində T olacaq. Yəni, bütün bunların sonunda şəkilçiləri görürük ki, feillərimizin sonunda T gəlir. Güclü feillərdə isə biraz sözün kökündə sait dəyişməsi baş verir. Bunu sadəcə əzbərləmək lazımdır. Deməli, yeyirlər, yeyir. Yeyirlər, essen, yeyir, ist. Oxuyurlar, lesen, oxuyur, list. Qaçırlar, laufen, ya da yeriyirlər, laufen, qaçır, yeriyir, läuft. Deməli, bu EU birləşməsi bizə verir oy səsini. Məncə çətin olmadı sizə. Yaxşı öyrəndiniz. Gəlin indi sizin bildiklərinizi test edək. Orada görürük ki, kişi yazır. Gəlin biz elə öyrəndiyimiz şəxs əvəzindən deyək. Deyək ki, o yazır. Birinci şəkilə baxırıq. Baxın, o yazır. Necə deyərsiniz? Er schreibt. Er schreibt. Yəni, üçüncü şəxsin təkində bizdə kişi olduğu üçün biz burada er istifadə elədik. O. Üçüncü şəxsin təkində də t-dir. Yəni, schreiben feilidir bizdə. Yazır da bizdə t ilə bitməlidir. Er schreibt. İndi burada görürük ki, qadın yazır. Onu necə deyərsiniz bəs? O yazır. Sie schreibt. Sie schreibt. Yaxşı, bəs onlar yazırlar necə deyərsiniz? Burada görkəm kişi yazır, həm qadın yazır. Demək istəyirik ki, onlar yazırlar. Birinci dərsdə öyrənmişdik. Onlar necə idi? Sie. Yazmaq feilli də yazırlar eyni olur. Necə olacaq? Schreiben. Sie schreiben. Baxın, indi maraqlı bir nüansı görə bilərsiniz. Burada da bizdə zidir, burada da bizdə zidir. İndi biz nə bilirik ki, bu odur yoxsa onlar?
Onun üçün biz feilin şəkilçisinə baxırıq. Məsəl üçün o yazır. Üçüncü şəxsin təkində t-dır. Deməli burada qadın cinsinə aiddir həmən z, yəni o yazır deməkdir. Buradakı z isə onlar deməkdir. Nəyə görə? Çünki feilin sonunda bu şəkilçisini biz görürük. Onlar yazırlar. Sie schreiben. Bu zi hamını əvəz eləyir. Misal üçün kişi cinsləri də əvəz eləyə bilər, qadın cinslərini də əvəz eləyə bilər, orta cinsləri də əvəz eləyə bilər. Yəni qarışıq qrupu da əvəz eləyə bilər. Məncə aydın oldu. Siz artıq ayıra bilirsiniz bu zinlə bu zini. Bir daha deyirik. Necə ayırdıq? Biz feilin sonuna baxırıq. Şəkilçi bizə xəbər edir ki, biz hansı zildən danışırıq. Həm də danışanda misal üçün kontekstdə aydın olur. Testlə davam edək. Burada görürük ki, körpədir. Biz bilmirik indi oğlandı yoxsa qız. Necə deyərsiniz? O yeriyir. Necə olar? Orta cinsin şəxs əvəzliyini yadınıza salın və bu cümləni deyin. Es läuft. Es läuft. Əla. Cəmdə deyəyin, onlar qaçırlar. Burada asısda qaçmaq nəzərdə tutulur. Necə deyərsiniz? Sie laufen. Sie laufen. Əla. O qaçır bəs necə deyərsiniz? Burada baxın sürətli qaçmaq nəzərdə tutulur. Deməli, necə deyərsiniz? Kişidir bu. O qaçır. Er rennt. Er rennt. Onlar qaçırlar. Cəm formada onlar qaçırlar. Deməli, qaçırlar, qaçmaq eyni olur. Necədir feilimiz? Rennen. Deməli, olacaq bizdə. Sie rennen. Əla. Davam edək. Burada şəkil görürük. Baxın, burada artıq siz belə mürəkkəb cümlə deyə bilərsiniz. Deyin ki, onlar bişirirlər və o yeyir. Burada yeyən kişidir, ona görə ona fikir verərsiniz. Necə olacaq? Onlar bişirirlər. Sie kochen və o yeyir. Und er isst. Sie kochen und er isst. Davam edəyin. Aha, burada bişirən kişilərdir, yeyən qadındır. Necə deyərsiniz? Onlar bişirirlər və o yeyir. Sie kochen und sie isst. Baxın, burada yeyən qadın olduğu üçün biz sie istifadə elədik. Əla. İkinci dərsin sonuna gəldik. Ümid edirəm dərsin üçün maraqlı oldu. O bir dərslərdə görüşmək üzrə. Sağ olun, salamat qalın.